أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم Bismillah, elhamdülillah ve salatu ve selamu ala Resulillah. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdatan min lisani yefqahu qavli. Ramazanın əvvəlində Hucurat surəsinin üzərindən təfsir dərsinə başlamışdıq. 2 dərs oldu, indi yenidən həmən mövzuna, həmən surəyə davam edirik. Demək, kim Hucurat surəsi barəsində nuzul səbəbi, mövzusu, əhəmiyyəti başdan bilmək istəyirsə, birinci dərsdən dinləsin. Demək, Hucurat surəsinin mövzusu insanların bir-biri ilə, müsəlmanların bir-biri ilə müamilələri, İslamdakı əxlaq, ədəb, bütün bu mövzuların məcmuasıdır. Müqəddimədə demişdim, bu surədə Allah subhanahu wa ta'ala 5 dəfə deyir ki, Ya eyyuhəl-ləzinə əmənu, ey iman edənlər. Və bir dəfə 6-cı dəfə sonda isə deyir, Ya eyyuhən-nəs, ey insanlar. 6 dəfə iman edənlərə müraciət edir. Və hər müraciətin sonuna baxdıqda görürsən ki, yalan danışmaqdan, əxlaqsızlıqdan, Peyğəmbərə qarşı ədəbsizlikdən, Allaha qarşı ədəbsizlikdən, müsəlman barəsində pis səndən, müsəlmanı məsxələyə qoymaqdan və s. və ilaxır. İslamda əsas əxlaq, ədəb nədən ibarətdirsə, bu surənin içərisində Allah subhanahu wa ta'ala hamısını cəm edib. Demək, biz bundan öncəki dərsdə Hucurat surəsinin 8-ci ayətinə qədər oxumuşduq. 9-cu ayətdə Allah təbaraka və teala buyurur ki, Və in taifətəni minəl mu'mininə iqtətəlu fəəslihu beynəhumə fəin bəğət ihdəhumə aləl-uxrə fəqatilulləti təbği həttə təfiyyə ilə əmrilləh fəin fəət fəəslihu beynəhumə bil-adli və aqsitu innallaha yuhibbul muqsitin. Allah subhanahu wa ta'ala buyurur ki, əgər möminlərdən 2 tayfa bir-biri ilə vuruşsa, fəəslihu beynəhuma, onların arasını islah edin, barışdırın. Möminlərdən 2 tayfa vuruşsa, 3-cü tərəfə Allah subhanahu wa ta'ala əmr edir ki, onların arasında islah edin. Fəin bəğət ihdəhuma aləl-uxra, o 2 tayfanın biri digərinə qarşı həddi aşsa, zülm etsə, fəqatilulləti təbği həttə təfiyyə ilə əmrilləh. Həddi aşan tərəflə Allahın əmrinə dönənə qədər savaşın. Fəin fəət, həmin o həddi aşan tayfa Allahın əmrinə dönsə, fəəslihu beynəhumə, yenə onların arasını islah edin, bil-adli, ədalətlə. Və aqsitu, ədalətdə olun, innallaha yuhibbul muqsitin, Allah ədalətdə olanları sevir. Demək, bu ayətdə çoxlu fayda var. Həmçinin bu ayətdə çoxlu İslam fıkhının əhkamı var. Və bu ayətin özündə həmçinin zəlalət əhli olan firqələrə, xüsusən xaricilərə rədd var. Onların etiqadını çödən, iptal edən məna daşıyır bu ayət. Allah subhanahu wa ta'ala deyir ki, Və in taifətəni minəl mu'mininə, möminlərdən 2 tayfa vuruşarlarsa, müsəlmanın müsəlmanla vuruşması, müsəlmanın müsəlmanı qətl etməsi haramdır, böyük günahlardandır. Burada görsənir ki, Allah subhanahu wa ta'ala Peyğəmbər sallallahu aleyhi ve sellemin zamanında heç bir 2 tayfa bir-birinə savaşmayıblar. Bu gələcəkdə baş verir və ən yaxın gələcəkdə Peyğəmbər sallallahu aleyhi ve sellemin zamanından 30 il, 35 il sonra sahabələr həyatdaykən aralarında nə baş verib? Qital baş verib. Əli tərəf radiyallahu anhu və Şam əhli başda Muaviyə olmaqla bir-birinə savaşıblar. Xaricilər çıxıblar, təşkil ediblər ya bir tərəfi və yaxud da hər 2 tərəfi. Xaricilər çıxıblar, Muaviyə tərəfi də təşkil ediblər, Əli tərəfi təşkil ediblər. Başqa bir tərəf çıxıb nasibilər, Muaviyə tərəfi yox, Əli tərəfi təşkil ediblər. Dolayısıyla bunların hamısını bu ayət çözür. Niyə? Çünki müminin müminlə savaşması küfür deyil. Səbəb Allah təbaraka və teala deyir ki, Və in taifətəni, taifətən 2 tayfa. Taifətəni 2 minəl müminin, möminlərdən. Deməli, möminləri 2 yerə böldü Allah, 2 tayfiyə. Ancaq ikisini də nə adlandırdı? Mömin. İkisini də mümin adlandırdı. Sonra deyir ki, İqtətəlu, iqtətələ qital, döyüşməkdir, yəni bir-birini öldürmək. Əgər müsəlmanın müsəlmanı qətl etməsi küfür olsaydı, Allah subhanahu wa ta'ala tayfanın hər ikisini
mömin adlandırmazdı. Demək ki, müminin, muslimin bir-birindən savaşması həmən o müsəlmanları İslam dairəsindən kənara çıxartmır. Niyə? Allah belə deyir. İkisini də mömin adlandırır. Və xaricilərin ən məşhur şübhələri, əqidələrinin üzərində bina etdikləri dəlilləri ki, Nisa surəsinin 93-cü ayətində Allah subhanahu wa ta'ala deyir ki, وَمَنْ يَقْتُلْ مُؤْمِنًا مُتَعَمِّدًا فَجَزَاهُ جَهَنَّمَ خَالِدًا فِيهَا وَغَضِبَ اللَّهُ عَلَيْهِ وَلَعَنَهُ وَعَدَّ لَهُ عَذَابًا عَظِيمًا. Kim bir mömini qəsdən öldürərsə, onun cəzası əbədi cəhənnəmdə qalmaqdır. Allah həmən kəsə qəzəblənmişdir, onu lənətləmişdir və onun üçün əzəmətli bir əzab hazırlamışdır. Kim bir mömini qəsdən öldürərsə, Allah subhanahu ta'ala deyir ki, onun cəzası əbədi cəhənnəmdə qalmaqdır. Dəlillərin arası necə cəm edilir? Bu dəlil nas və ümumiyyətcə bu mövzuya aid olan nə qədər dəlil varsa, misal üçün Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Lə tərci'u ba'di kuffaran yadribu ba'dukum riqaba ba'd." Məndən sonra bir-birinin boynunu vuran kafirlər olmayın. Nəyə göstərir Peyğəmbər sallallahu əleyhi və səlləmin hədisinin, sözünün zahiri? Yəni bir-birini öldürərlərsə kafir olarlar. Və yaxud da bu birisi ayət, Nisa surəsindəki oxuduğum, kim bir mömini qəsdən öldürərsə əbədi cəhənnəmlikdir. Əbədi cəhənnəmlik kimlərdir kitab-ı sünnətə görə? Kafirlər. Demək, müsəlmanı öldürmək küfürdür, xaricilərin etiqadına görə. Lakin Nasın, dəlilin Allahın kəlamının bir qismini götürüb bir qismini atdıqda nə olur? Zəlalət olur. Bütün dəlillər bir yerə toplandıqda, bu oxuduğumuz Hucurat surəsindəki ayətdə Allah subhanahu wa ta'ala deyir ki, möminlərdən iki tayfa, ikisini də mömin adlandırır. Bəs onda bu dəlillər necə cəm edilir? Necə ortaya səhih məna çıxır? Allah subhanahu wa ta'ala dediyi kim bir mömini qəsdən öldürərsə, bunun bir mənası odur ki, bu əməli halal görərək öldürərsə kafir olar. Halal görmədən öldürərsə, səhabələrin, tabinlərin bu ayətə təfsiri var ki, burada Allah subhanahu wa ta'ala deməsi ki, cəzəuhu cəhənnəm, cəzası cəhənnəmdir, xalidən fiyhə əbədən. Orada xalidən fiyhə, orada qalacaqdır əbədiyyən. Yəni çox uzun bir müddət. Həm də ərəb dilinə görə ərəblər xalid, əbədən sözünü bəzən bitən şeyə də deyirlər. Yəni bir şey lakin çox uzun bir vaxtı olduğuna görə ona əbədi deyirlər. Misal üçün təfsirçilər səhabələrin sözlərini gətirirlər ki, səhradakı bütün qumların dənələrinin sayı qədər. Lakin küfr mənasını bildirmir. Niyə? Çünki ayətin zahirində belə əbədi cəhənnəm desə də belə bu əməli işləyən Allah subhanahu ta'ala küfrünə hökm vermir. Demir ki, kafirdir. Və bu da həmən bu ayətdə, Hucurat surəsindəki bu ayətdə xaricilərin həmən bu şübhəsini çözür. Həm də bu Mu'təzilənin şübhəsindəndir. Onların əqidələri ondan ibarətdir ki, böyük günah işləyən kafir deyil, müsəlman da deyil. Və mənzilətun beynə mənzilətəyn, iki mənzil ortasında bir mənzil ediblər. Dünyada hökmünü vermirlər. Demirik nə müsəlmandır, nə kafirdir. Axirətdə əbədi cəhənnəmlikdir. Bu nəzzamilərin də əqidəsi budur. Bir neçə ay bundan öncə onlarla bağlı rəddiyə dərs etdikdə orada bunu açıqlamışdım. Onların da əqidəsi budur və bu ayət çözür onların əqidəsini. Allah subhanahu wa ta'ala deyir ki, وَاِنْ تَائِفَتَانِ مِنَ الْمُؤْمِنِينَ اِقْتَتَلُوا Möminlərdən iki tayfa bir-biri ilə savaşarsa, deməli hər iki tərəf mümindir. İslam dairəsindən çıxmayıb ki, Allah subhanahu wa ta'ala hər ikisini mümin adlandırır. Sonra demək, Allah təbaraka wa ta'ala deyir ki, üçüncü tərəfə فَأَفْلِهُ بَيْنَهُمَا əmr edir ki, onların arasını nə edin? İslah edin. Yəni, bu qiyamətə qədər hökmündədir. İki mömin tayfa və yaxud da iki nəfər, iki fərd arasında bir düşmənçilik varsa, iki müsəlmanın üçüncüyə vacib olan nədir? فَأَفْلِهُ بَيْنَهُمَا İslah edin onların arasını. Ancaq sən islah etmək işini özlərinə götürüb, o işi görməyə çalışdıqda, sənə bəlli olur ki, فَاِنْ بَغَتْ اِحْتَاهُمَا عَلَى الْاُخْرَى Gördün ki, biri zalimdir, biri məzlumdur. Yenə aralarını barışdırmaqla məşğul olacaqsan. Yox, bu ədalət deyil. Allah subhanahu wa ta'ala deyir ki, əgər görsən ki, فَاِنْ بَغَتْ اِحْتَاهُمَا عَلَى الْاُخْرَى Biri digərinə qarşı həddaşır, zülm edir. فَقَاتِلُ الَّتِ تَبْغِي Məzlumun tərəfindən həddaşana qarşı savaş. Yəni, iki müsəlman bir-birinə düşmənçilik edir, savaşır. Sən bilmirsən mövzu nədir. Sən bilmədiyin halda sənə birinci zərbə düşən nədir? İslah etmək. Durmaq, saxlamaq, nəsiyyət eləmək, Allahla qorxutmaq. Ancaq mövzunun içərisinə girəndən sonra sənə bəlli oldu ki, biri zalimdir, biri məzlumdur. Yenə barışdıracaqsan.
Belə düşüncəli insanlar var. Misal üçün, iki düşmənçilik edənin arasına girirlər, baxırlar, görürlər biri zarlı, biri məzlumdur. Yenə o birisinin də yanında özünü pis eləməməkdən ötürü deyir ki, ikimiz də qardaşız, barışın. Necə barışsınlar da? Girdin, gördün ki, biri zalimdir, biri məzlumdur. Kimi kimdən barışdırırsan? Bu ədalət deyil. Allah qatında ədalət deyil. Niyə? Çünki Allah subhanahu wa ta'ala deyir ki, فَاِنْ بَغَتْ اِحْدَهُمَا عَلَى الْاُخْرَى Görsən ki, biri digərinə qarşı zülm edir, həddaşır. Ne edəcəksən? فَقَاتِلُ الَّتِ تَبْغِي حَتَّى تَفِيَ إِلَى əmr illah O zalim Allahın əmrinə dönənə qədər sən də ona qarşı savaş. İki müsəlman qardaşım bir-birinə savaşır, gəlib girmişəm, deyirəm, ayıbdır, müsəlmansız, Allahdan qorxun. Nə bilim, dalaşmayın, barışın. Niyə dalaşırsınız? Biri qayıdır deyir ki, o birisi mən filan pislik edib. Mən də deyirəm, eləmirsən, deyir ki, hə, eləmişəm, yaxşı eləmişəm. Misal üçün, o zülm edən tərəf. Yenə təkrar edirəm ki, barışın, ayıbdır. Düzdür bu, ədalətdir bu. Ədalət deyil. Bildin ki, kim zalimdirsə, zalimin yanında durmur, məzlumun yanında dur. Allah Təbaraka və Teala bunu deyir. Əshab bir-birinə savaşdıqda mövzu o qədər insanlara qapalı idi ki, misal üçün, bəzi səhabələr var idi, qatılmışdılar. Misal üçün, Əmmar bin Yasir, Əli radiyallahu anhunu haqq bilib onun safında durmuşdu. Əlini haqq bilirdi. Və Amr bin As Muaviyyənin safında durmuşdu. Onu düz bilirdi. Abdullah bin Ömər, Sad bin Abu Vakkas heç birisinin safında durmamışdı. Bilmirdilər kim düzdür, kim səhvdir. Ona görə çəkilmişdilər qırağa. Və zaman keçəndən sonra hamıya bəlli olduqda ki, həmən bu müharibədə haqlı tərəf Əlidir. Sad bin Abu Vakkas deyir ki, vallahi o vaxtı bilsəydim bunu əlinin safında savaşardım. Yəni, bilmədiyinə görə çəkilib qırağa. Kim düzdür, kim səhvdir. Demək ki, Allah Təbaraka və Teala deyir ki, əgər bəlli olsa ki, biri digərinə qarşı zülm edir, həddə aşır, o zalıma qarşı فَقَاتِلُ الَّتِ تَبْغِي həddaşana qarşı savaş, həttə təfiyyə ilə əmrillah həmən kəs zalim Allahın əmrinə dönənə qədər فَاِنْ فَاَتْ birdən o zalimlə savaşıldı və o da Allahın əmrinə döndü. فَاِنْ فَاَتْ əgər dönsə həmən kəs Allahın əmrinə dönəndən sonra təzdən nə edəcəksən? Zalim zülmünü başa düşdü, durdu, üzr istədi, cəzası nədir, razılaşdı. Sonra nə edəcəksən? Sonra yenə qayıdırsan əvvəlki hala. فَأَسْلِهُ بَيْنَهُمَا بِالْعَدْلِ yenə ədalətlə aralarını barışdırın. وَأَقْسِتُوا ədalətli olun. İnna Allaha yuhibbul muqsitin. Allah ədalətli olanları sevir. Allah Təbaraka və Teala ardınca deyir ki, İnnəməl mu'minuna ixvətun fəəslihu beynə əxavəykum. Yalnız müminlər qardaşdılar və qardaşlarınızın arasında islah edin. Vəttəqullaha Allahdan qorxun ləəlləkum turhamun. Ola bilsin ki, beləcə rəhm olundunuz. Allah Təbaraka və Teala burada deyir ki, hasr cümləsi ilə innəmə, yalnız. İnnəməl mu'minuna ixvə. Yalnız müminlər qardaşdır. Müminlərin qardaşlığı bağı nə üzərindədir? İman üzərindədir. Qardaşlıq sürəbəzrədir. İnsanlar süd qardaşı da olur. Bir qadından süd əmdiklərinə görə. İnsanlar qan qardaşı da olur. Bir kişinin belindən əmələ gəldiklərinə görə. İnsanlar irq qardaşı da olur. Eyni millətdən olub, eyni dildə danışdıqlarına görə. İnsanlar torpaq qardaşı da olur. Eyni torpaqda böyüdüklərinə görə. Lakin Allah Təbaraka və Teala'nın dinində və yanında qardaşlıq bir şeyə görədir. İnnəmə yalnız əl-mu'minunə ixvə. Dünyada da, ahirətdə də Allah Təbaraka və Teala'nın dinində qardaşlıq iman üzərindədir. Allah Subhanahu və Teala Zuhruf surəsində buyurur ki, Əxilləi yevmə izin bə'duhum li bə'din adu illəl muttəqin. Qiyamət günü bütün qardaşlar hamısı bir-birinə düşmən olacaq. Saydığım qardaşlar var idi. Süd, qan, torpaq və s. O qədər qardaşlıqlar var ki, bunların hamısı qiyamət günü bir-birinə düşmən olacaq. İllə istisna edir. İlləl muttəqin, müttəqilərdən başqa. Müttəqi Allahın əmrini yerinə getirib qadağandan uzaq olan kəs, müsəlman, mümin kəs. Yalnız bu qardaşlıqdan başqa bütün qardaşlıqlar qiyamət günü Allah Subhanahu və Teala deyir ki, düşmənçiliyə çevriləcək. Peyğəmbər sallallahu aleyhi ve sellem Buxari Müslimdə keçən hədisdə deyir ki, Lə təhəsədu, bir-birinizə həsəd etməyin, müsəlmanlara müraciət edir. Lə təhəsədu, həsəd etməyin bir-birinizə. Və lə tənəcəşu,
ticarətdə bir-birinizə zərər vurmayın. Malın qiymətini salmaq və yaxud da qəsdən qaldırmaq. Müsəlmanların arasında bu şey haramdır. Və la tənəcəşu mənası budur. Və la təbəğadu, bir-birinizə buğz etməyin. Və la tədəbəru, bir-birinizə arxa çevirməyin. Və la yəbi bə'dukum ələ bey'i bə'din, bir-birinizin ticarətin üzərinə ticarət etməyin. Və kunu ibadallahi ixvanən, Allahın qulları olaraq qardaşlar olun. Əl-muslimu əxul muslim, müsəlman müsəlmanın qardaşıdır. La yazlimuhu, zülm etməz. Müsəlman müsəlmana zülm etməz. Və la yaxzuluhu, darda qoymaz müsəlman müsəlmanı. Və la yakzibuhu, yalanlamaz müsəlman müsəlmanı. Və la yahqiruhu, müsəlman müsəlmanı təhqir etməz. Bu İslam qardaşlığının haqları, hüquqlarıdır. Bir hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm bildirir. Ümmət burada deyilən qadağalara Peyğəmbər qadağan edir. Bunu etməyin, bunu etməyin, bunu etməyin, lakin əvəzində bunu edin. Bunların hamısını qadağanlardan çəkinsələr, qardaşlıq hüququnda əmr edilənləri yerinə qoysalar, hər yer gülçək olar. Niyə ümmətin zillət içərisində olması səbəbləri danışılır? O səbəblərdən birisi də budur. O qardaşlıq ki var İslamda, onun yerinə qoyulmur ona görə. Həmən bu haqlar yerinə qoyulsa, Peyğəmbərin qadağan etdiyi şeylərdən çəkinilsə, həqiqi qardaşlıq olar. Allah subhanahu wa ta'ala deyir ki, وَاَعْتَسِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا, hamılıqla Allahın ipindən yapışın. وَلَا تَفَرَّقُوا, firqə olmayın. وَاذْكُرُوا نِعْمَةَ اللّٰهِ عَلَيْكُمْ, Allahın sizə olan nimətini xatırlayın. اِذْ كُنْتُمْ أَعْدَاءً, düşmən idiniz. فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ, sizin qəlblərinizi birləşdirdi. Nə üzərinə? İman üzərinə. فَأَسْبَحْتُمْ بِنِعْمَتِهِ إِخْوَانًا, Allahın neməti ilə qardaş oldunuz. Allahın neməti nədir? İslam, iman. Həmən o hidayət, İslam, iman nemətinin nəticəsində qardaş oldunuz. Din olmasa insanlar bir-birinə qardaş olmazdı. Hərə bir ailədən, hərə bir qövmdən, hərə bir tərbiyədən, hərə bir əxlaqdan. Ancaq bir yerə gətirən nədir? İman, İslam. Allah subhanahu wa ta'ala bunu nemət olaraq xatırladır ki, xatırlayın bunu. Buna görə bir araya gəlmişsiniz. Kuntum ala şəfə hufratin minənlər, cəhənnəmin düz kənarındaydınız. Uçurumun kənarındaydınız. Fəənqədəkum minhə, Allah sizi qurtardı oradan. Kəzəlikə yubeyyinullahu ləkum əyətihi ləalləkum təhtədun. Ayətləri sizə bu şəkildə Allah izah edir ki, ola bilsin ki, Allahdan qorxdunuz. İslam qardaşlığı budur. Əzəmətli bir işdir. Yəni, adamlar var, pula görə qardaşdır. Adam var, bir atadan əmələ gəlib deyə qardaşdır. Heyvan da kimdənsə əmələ gəlir. Ancaq fikirləş ki, Allah təbarəkə və teala 7 qat səmanın üzərindən din indirib, vəhiy indirib və onun səbəbi ilə kimdənsə qardaş olmuşlar. Həsən el-Basri rahiməhullah deyir ki, əəzzül əşya, ən əzəmətli əşya şey, ən izzətli şey, dirhəmun hələl, halal puldur. Halal pul. 2. Və əxun fillə, Allah üçün qardaş olduğun kəs. Əxun fillə, yəni din qardaşın. Ən izzətli şey. İnşəvərtəhu fi dünyəkə vəcəttəhu mətinir ray. Dünya işində ondan məşvərət etsən, görəsən ki, mətin bir rəy ortaya qoyur. Nəsə bir yol göstərir sənə. Və inşəvərtəhu fi dinikə, din barəsində ondan məşvərət etsən, vəcəttəhu basiran bihi, görəcəksən ki, din barəsində bəsirətli bir kəsdir. Demək, bu ayət Allah təbarəkə və teala burada nəyə öyrədir? Bu dində qardaşlıq bir şeyin üzərindədir. İman və İslam üzərindədir. Bu varsa qardaşlıq var, bu yoxsa qardaşlıq yoxdur. Allah təbarəkə və teala növbəti ayətdə, Hucurat surəsi 11-ci ayətdə buyurur ki, Yə əyyuhəl-ləzinə əmənu, ey iman edənlər. Həmən o dediyim 5 dəfə iman edənlər. Onun 4-cüsüdür bu. Allah subhanahu wa ta'ala deyir ki, Yə əyyuhəl-ləzinə əmənu, ey iman edənlər. Lə yəsğar qavmun min qavmin. Heç bir qövmü məsxərəyə qoymasın. Lağa qoymasın. İnsan fitrətinin belə pis bir şeyidir, tərəfidir. Baxırsan, insan heç kim bəyəmir. Ona lağ eləyir, buna lağ eləyir, kafirə lağ eləyir, müsəlmana lağ eləyir, qozaya lağ eləyir, uşağa lağ eləyir, itə lağ eləyir, pişiyə lağ eləyir, baxsan hamıya lağ eləyir. Pis insan xislətidir. Allah subhanahu ta'ala bunu qadağan edir. Deyir ki, Yə eyyuhəl-ləzinə əmənu, ey iman edənlər. Lə yəsxər qavmun min qavmin. Heç bir qövmə lağ etməsin. Əsə ən yəkunu xayran minhum. Ola bilsin ki, lağ edilənlər
lağ edənlərdən daha xeyirlidirlər. Və la nisa'un min nisa'in asa an yakunna xeyran minhunna. Ola bilsin ki, qadınları da qadınlarından xeyirlidir. Qadınlar qadınlara məsxərəyə qoyur, lağ edir. Allah Subhanahu taala ola bilsin məsxərəyə qoyulan, məsxərə edənlərdən daha xeyirlidir. Və la talmizu anfusakum. Allah Subhanahu va taala deyir ki, bir-birinizə tənə olan sözlər deməyin. Və la tanabazu bil alqab. Bir-birinizi pis ləqəblərlə çağırmayın. Bi'sal ismul fusuq ba'dal iman. İman ismindən sonra fısk ismi pisdir. Və men lem yatub fa ulaika humuz zalimun. Bu şeylərdən tövbə etməyənlər zalimlardır. Allah Subhanahu va taala burada ümumiyyətcə insana, tək müsəlmana yox, heç bir qövmə lağ etməmək, tənə etməmək, məsxərəyə qoymamaq qadağan edir. Bir-birinizi pis adlarla çağırmayın, bir-birinizə tənə etməyin. İnsanlara fikir versən yaşayışına, cürə-bəcürə məclisdə, orada-burada fikir ver. Bir o buna söz atır, bu ona söz atır, o buna lağ eləyir, bu ona lağ eləyir. Bu iman göstəricisi deyil. Müsəlman əxlaqı deyil. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, leysəl mu'min bitta'an və la la'an və la fəhiş və la bəzi. Çox tənə edən adam, lağ edən adam mömin deyil. Və la la'an, çox lənət edən kəs mömin deyil. Və la bəzi və la fəhiş və la bəzi. Əxlaqsız kəs mömin deyil. Və la bəzi, söyüş söyən, pis söz danışan kəs mömin deyil. Bu ayət qadağan edir. Allah Subhanahu va taala qadağan edir. Heç bir qövmə lağ etmə. Heç bir kəsə tənə etmə. Heç bir kəsi pis adla çağırma. Və bir-birinizi müsəlmanlar barəsində deyir ki, və la tanabazu bil alqab. Bir-birinizə pis ləqəblər qoymayın. Allah təbaraka və taala bu ayətdə bu şeylərin hamısını pis əxlaq olaraq, pis əməl olaraq haram edir. Növbəti ayət, Hucurat surəsi 12-ci ayət. Allah Subhanahu va taala deyir ki, ya eyyuhellezine amanu, ey iman edənlər. Bu sonuncu iman edənlərə sonuncu müraciətdir. 5. Burada Allah təbaraka və taala yerdə ey iman edənlər deyir və ardınca qadağalar edir və əmrlər edir. Ya eyyuhellezine amanu, ey iman edənlər. İctanibu kəsiran minəz-zann. Çox zənn etməkdən çəkinin. İctanibu kəsiran minəz-zann. Hansı zəndən gedir söhbət? Pis zəndən. İnsanın belə bir halı var. Oturur, öz-özünə fikirləşir. Qeybət eləməyə bir yoldaş tapmayanda öz-özü ilə qeybət eləyir. Bir insanın qəlbində bir müsəlman barəsində pis zənn etməsi, özünün özü ilə qeybət etməsidir. Qeybət tək kimisə pis halını, pis, xoşuna gəlməyən bir şeyi başqa birisinə qeyd danışması deyil. Əli gedir, Ömərə danışır ki, filan kəsin belə bir ayıbı var, bu qeybətdir. Ancaq o Əli o Öməri tapmayanda oturur özünə danışır, özü ilə danışır. O da qeybətdir. Pis zənn müsəlman barəsində. İnsanın özünün özü ilə etdiyi qeybətdir həmən kəs barəsində. Allah təbaraka və teala deyir ki, ey iman edənlər, ictanibu ictinab edin, yəni çəkinin. Necə ki, ayətdə deyir, əlləzinə ictinabu tağuta, o kəslər ki, tağutdan ictinab etdilər. Həmən feildir, ictinab, uzaq olmaq, çəkinmək. Ya eyyuhellezine amanu, ictanibu kəsiran minəz-zanni, pis zəndən çəkinin. İnnə ba'dəz-zanni ism, zənnin bir qismi günahdır. Və la təcəssəsu, bir-birinizə qarşı cəsusluq etməyin. Cəsusluq etmək nədir? Yəni, insan var, xoşu gəlir, araşdırır, ondan bundan görüm, elə birisinin ayıbını axtarır, bir pis hərəkətini, pis sözünü axtarır ki, saxlayım, qoyun bir qırağa, məqam çatanda istifadə eləyərəm. Müsəlmana qarşı cəsusluq eləyir. Həyatını araşdırır, yaşayışını, hara gedir, hardan gəlir, nə edir, nə qazanır, kimdən oturur, kimdən durur. Müsəlmanların arasında Allah təbaraka və teala bunu haram edir. Və la təcəssəsu, bir-birinizə qarşı cəsusluq etməyin. Edirlər bunu insanlar, müsəlmanlar. Baxırsan ki, bir-birinin ayıblarını axtarırlar, yığırlar, bir dənə bir papqıya atıb saxlayırlar, ya ağıllarında, ya bir telefonlarında, orada-burada. Məqam gəlib çatan kimi bir yerdə deyirdilər, görürdülər, gəzirdilər, yiyirdilər, içirdilər. Həmən o an gəlib çatır ki, çıxırlar bir ortaya bir məsələni dartışmağa.
O çıxardı birini deyən kimi bu da çıxardır tökür ki, sən belə demişdin, falan kəslə belə eləmişdin, falan yerdə. Və yaxud da ailələrdə olur, evlidirlər, bir yerdə 5-10 il yaşayırlar, birdən ayrılırlar. Həyatdır da, evlənmək də halaldır, boşanmaq da halaldır. İkisini də Allah halal edir. Evlənən vaxtı heç bir pis şey danışmırlar. Boşanan vaxtı, niyə boşanırsınız, gəlin. Boşanmaq istəyirsə boşanın. Açıb tökürlər. Heç o boşanmaq mövzusuna aidəsi yoxdur danışılan şeylərin. Boşanırsan, nə borcun var? Mehr borcun var, verərsən. Uşaq var, bunu ödəyərsən. Südü qusardı bu qədər. Yoxsa sən o vaxtı belə demişdin, filan vaxtı belə eləmişdin. Bir yerdə yaşayanda niyə bu nətər olur? Niyə yaşayırdın bir yerdə? Niyə yaşayırdın ki bir yerdə? Əgər o ağır o şeyi qoyursan adamın üzərinə, niyə saxlamışdın içində? Bu da pis xislətdir insanlarda. Və la təcəssəsü, cəsluq etməyin. Və la yaxtab ba'dukum ba'da, bir-birinizin qeybətini etməyin. Yaxtab qeyb sözü. Qeyb yəni yoxdur yanında. Elə şey danışırsan ki, onun başına gəlmir. Və la yaxtab ba'dukum ba'da, Allah Təbarəkə və Teala bu pis halı insanlarda olan pis əxlaq kimi qadağan edir. İmam Müslimin səhihində keçir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Ətədrunə məl-qeybə, sual verir əshabada ki, bilirsinizmi qeybət nədir? Qalu, Allah və Rasulühü a'ləm. Əshab deyir ki, Allah və Rasul daha yaxşı bilir. Qalə zikrukə əxəkə bimə yakrah. Qardaşını xoşu gəlmədiyi halda zikr etməyin. Yəni, bir müsəlmandan danışırsan öz olmayan yerdə, hansı ki, ondan xoşu gəlməyəcək, bilirsən, qeybətdir. Qilə əfərəəytə inkənə fi əxi mə əqul. Sahabə deyir ki, bəlkə dediyim düzdür, var qardaşımda, olan şeyi danışıram. Allah Resulü Aleyhisselatü Vesselam deyir ki, inkənə fihi mə təqul fəqət ixtəbtəhu. Əgər dediyin şey doğrudan düzdürsə, deməli onun qeybətini etdin. Və inkənə ləm yəkun fihi fəqət bəhəttəhu. Əgər dediyin onda yoxsa daha pis böhtan etdin. Yəni, qeybət olan şeyin özü deyil, yəni yalan deyil. Həqiqətli sadəcə insanın xoşuna gəlməyən şeyi onun olmadığı yerdə danışmaq. Allah Təbarəkə və Teala deyir ki, وَلَا يَغْتَبْ بَعْدُكُمْ بَعْدَ Bir-birinizin qeybətini etməyin. أَيُحِبُّ أَحَدُكُمْ أَنْ يَأْكُلَ لَحْمَ أَخِيهِ مَيْتًا فَكَرِهْتُمُوهُ Sonra Allah sən anlayasan deyə ki, bu necə Allah qatında pis bir əməldir, buna bir misal çəkir. Deyir ki, qardaşının ölmüş ətini yeməyi xoşlayarsan, bir meyitdir. Adam heç halal olan qoyun ətinin leşini belə yeməyə ürəyi çəkmir. Nəfsinə ağır gəlir də leşdir. Həm də haramdır. Leş haramdır. Ölmüş, ceyran əti dolmuş olsa belə ölmüş, yeməyəcəksən ki, bunlardır. Bəs insan necə? Adam var ki, adamı ölür, yuyurlar, üzünü söndərər ki, mən baxa bilmirəm, qorxuram. Heç o ölü yulan yerə girə bilmir. Ölüyə baxmağa belə gözünün taqəti çatmır. Ancaq anlayasan ki, necə pis bir işdir, Allah deyir ki, amma ətini yemək kimidir. Və hədisdə gəlib ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, qiyamət günü dünyada kimin qeybətini etmisənsə, ölü şəklində Allah qoyacaq qababa, deyəcək, yeyib, məcburən yedizdirəcək sənə. Əyyuhibbə əhədukum ən yəkulə ləhmə əxihi meytən fəkarihtimuh. Qorxursunuz, çirkinirsiniz, iğrənirsiniz bundan Allah subhanət hala deyir. Yəni, bunu niyə bu misalı verir ki, biləsən ki, bu Allah qatında belə bir pis əməldir. Misal üçün, Allah Rəsulü ribanın pis olduğunu anladanda deyir ki, zinanın 36 dərəcəsi var, biri də anası ilə yaxınlıq etməkdir. Niyə belə misal verir? Yəni, bil ki, necə bir çirkin, murdar, iğrənc bir əməldir. Və Allah Təbarəkə və Teala bu haramı belə etmişdir ki, əgər insan birisinin qeybətini edirsə, dünyada insanlar bir-birinin qeybətini edir. Allah Təbarəkə və Teala ədalətidir. Hamısı yazılır, qalır. Qiyamət günü ödəşdirəcək Allah Subhanahu taala. Necə ödəşdirəcək? Ya sən savabından verəcək ona, savabın tapılmasından günahından sənə verəcək, bərabərləşdirəcək. Allah ki, bu dünyada kəffarəti var. Hədislərdə varid olub, qeybətin kəffarəsi birinci tövbədir. İkinci insanın özündən gedib halallıq almaqdır. Üçüncü, əgər halallıq almadan çəkinirsən ki, birdən halallıq alarsan daha böyük fitnəyə səbəb olar. Və yaxud da
həmən o qeybət etdiyin adamı tapa bilmirsən, onun üçün Allaha dua edirsən. Birisinin qeybətini etmisənsə, Allah subhanahu wa ta'ala həmən o qeybət etdiyinin günahlarını bağışlasın deyə Allaha dua edirsən, kəffar olur bu. Tövbə, özündən halallıq almaq, bir də onun üçün Allaha dua etmək. Kəffarəti budur. Yox, əgər bu ödənməyibsə, qalır axirətə. Axirətdə necə olur? Allah subhanahu wa ta'ala ya sənin savabından ona verir, ya onun günahından sənə yükləyir. Bir ki, qeybət edəndə o savab qazanırsansa, namaz, oruç, salih əməl işləyirsən, nəysə qazanırsan. Hər qeybət etdikdə o qazandıqlarından xərcləyirsən. Onun üçün Şeyxülislam İbn Teymiyyə deyir ki, Məcmul Fatavada bu xüsusda. Əsfəu ənvəil kərəm huvə kərəmukə fi ihdai həsənatikə li əxərin qeybətən və nəmimətən və buxtənən və səbbən və şətmən. Deyir ki, səxavətliliklər içərisində, xeyirxahlıqlar içərisində ən pis xeyirxahlıq, ən pis səxavət öz savablarından başqalarına qeybətlə, nəmmanlıqla, söyüşlə, böhtanla sədəq etməyindir. Səxavətlilik edib ona xərcləməyindir. Səxavətliliyin içərisində, xeyirxahlığın içərisində deyir, ən pis budur. İmam Buxari deyir ki, rahiməhullah, mən deyir, Allahın kitabında oxuyub biləndən sonra ki, Allah qeybəti haram edib, vallahi ölənə qədər qeybət eləmədim. Bir imamdan sizə misal çəkim, Əbu Hənifə. Adı bir mənalı deyil. İslam tarixində onun haqqında pis sözlər deyiblər. Lakin əhl-i sünnət imamıdır, bunda heç bir ixtilaf yoxdur. Və yer üzərində olmuş təqlid edilən müctəhid imamların içərisindən ən çox təqlid edilən imamdır. Pis sözlər deyiblər onun haqqında zamanında. Əqidə məsələlərində, düzdür, mən dərs etmişəm o barədə. Bizim mövqeyimiz ondan ibarətdir ki, o Quran məxluq söhbəti, əməli imandan saymamaq və s. bu şeylərdən tövbə edib bizim əlimizdə səhih sənədləri, səhih rəvayətlər var bu barədə. Lakin Əbu Hənifənin həyatına baxırsan, kim ki onun haqqında pis şeylər danışır, tağut deyiblər ona, kafir deyiblər, ağır sözlər deyiblər. Zamanında yaşayan elm adamları heç birisinə cavab verməyib, heç birisinə pis söz deməyib. Ancaq ona deyiblər, nə deyiblərsə. Ancaq o heç kimə cavab verməyib. Hansı ki şəriət icazə verir də, sən kimsə pis söz deyirsən, sən də onun üstündə qaytara bilərsən. Ancaq o adam barəsində yüzlərlə, minlərlə pis, yalan, söyüş, təhqir, təkvir, bidət sözlər danışıblar, heç birisinə cavab verməyib. Əlimizdə bir şey yoxdur ki, onlara cavab versin ki, misal üçün, ona deyiblər, o desin ki, özünsən. Niyə mənə böhtan atırsan? Verməyib cavab. Hardan bilirik? Demək, Tarixü Bəğdad, Bəğdadın tarixi kitabında keçir. İbn Mübarək deyir ki, Qultu li Sufyan-ı Savri, rahiməhullah. Abdullah ibn Mübarək deyir ki, Sufyan-ı Savriyə dedim ki, Mə əbədə Əbi Hənifətə minəl qeybə. Mə səmi'tuhu yaxtabu aduvan ləhu qattu. Deyir ki, nə dərəcədə bu adam Əbu Hənifə qeybətdən uzaq adamdır. Mən deyir, araşdırdım, düşmənləri barəsində belə, hansı ki ona zülm ediblər də, düşmənləri barəsində belə qeybət etdiyini tapmadım bir yerdə. Sufyan-ı Savri cavab verir ki, Huva, yəni Əbu Hənifə, Vallahi əqəl, vallahi o qədər ağıllı adamdır ki, min ən yusallitə alə həsənətihi mən yəzhəb bihə. O qədər ağıllı adamdır ki, vallahi deyir, öz həsənətinə, heç bir düşməninə yol açmayıb ki, musallat olsun, gəl nəsə götür. Dilini qormaqla. Yəni, ona danışılıb, ancaq o deyir, danışmayıb ki, ağıllı adamdır ki, o nə qədər ki, həsənəti var, heç kimi həmən o şeylərə musallat etməsin deyə. Və lə yaxtab bə'dukum bə'də, bir-birinizin qeybətini etməyin. Əyyuhibbə əhədukum ən yəkulə ləhmə əxihi meytən fəkərihtumuh. Sizlərdən biri ölmüş qardaşının ətini yeməyi sevərmi? Qorxursunuz bundan, iyrənirsiniz bundan, çəkinirsiniz bundan. Vattakullah, Allahdan qorxun. İnnallahə təvvəbun rahim. Həqiqətən Allah təvvəbdir. Yəni tövbələri qəbul edəndir və rahimdir. Hucurat surəsinin 12-ci ayəti idi bu. İnşallah növbəti dərsdə digər qalan surə ümumiyyətcə 18 ayətdən ibarətdir. Növbəti dərsdə çalışacağım surəni bitirək. Bu surənin üzərindən dərs etmək niyyətim, məqsədim odur ki, yəni müsəlman toplum bir ayədə Allahın İslam əxlaqını bir yerə cəm etməsini bir dəfədən dinləsin ki, elə bir ki, insan format olur. İnsan bəzən İslamda köhnəlir, su bir yerdə qalanda iyləndiyi kimi.
İman tədələnir, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, iman qəlbinizdə köhnələr, onu tədələyin. İnsanlar bir görsün ki, yəni çox dərin şeylərə dalmasınlar da, dinimiz budur. Bundan kənara çıxmayın, bu haramlardan uzaq olun. Bu surə mədəni surədir, Mədinədə nazil olub. Buna qədər Quranda bu şeylər hamısı haram idi. Yəni bilirlər müsəlmanlar, qeybət eləmək olmaz, yalan danışmaq olmaz, söyüş söymək olmaz, böhtan atmaq olmaz, Peyğəmbərə qarşı yanında səsi qaldırmaq olmaz. Bunlar hamısı məlum idi. Sadəcə Allah İslam toplumu çoxalandan sonra bir surədə, bu Hucurat surəsində 18 ayətə bir də tədədən o topluma nazil etdi ki, tədədən təkrar. Bu haramdır, bu haramdır, bunu belə etməyin, bunu belə danışmayın, bir-birinizi məsxərəyə qoymayın, bir-birinizin qeybətini etməyin, cəsusluq etməyin, bir-biriniz haqqında tənə etməyin və s. və ilə axır. Yəni Hucurat surəsinin mövzusu budur. Əxlaq və ədəb məsələləri. Subhanakallahumma bihamdik, əşhədu an la ilahe illa ent, əstəğfiruka və etûbu ileyk.